Deməli, gətirib bu şoran torpağa dügünü səpiblər. Kilosu 18 manata. Dügünü səpiblər. Dügü bitməyib. İndi bu yerləri izitirməkdən sonra təzədən şumlayıb güya taxıl əkirlər. İndi gedək qabaqda göstərəcəm. Burada bunların dügülərinin məhsuldarlığı. Bu yerlər Çar Rusiyası dövründən orada kanal var, qazılıb bunun, hansı ki 50 milyon manatdan yuxarı vəsait, dövlətin vəsaiti xərclənib bu işlərə, iqtisadiyyatımızı dirçəlməkdən sonra. Ölkə prezidentin milləti belə alladırlar. Bu da bunların dügüləridir. Hansı ki şoran torpaqlarda su dəyən kimi zinə qalxıb, bura kombayn heç bir texnika girə bilməyib. Bax, bunların dügüləridir. Bax, bu dügüləridir. Burada 1000 hektarlarla, bu torpaq da budur. Hansı ki ayağı qoysan, batırsan. İndi görür, kişinin uşağı dügünü əkib, becəriblər. Dövlətə təhvil veriblər. İndi də yerin şumlayırlar ki, burada taxıl əkilir. Cənab prezidentimizə də məruz eləyirlər ki, filan ərazidə bu qədər dügü əkdik, bu qədər məhsuldarlıq oldu. İndi də taxıl əkilir. Bax belə ölkənin başına oyun açırlar. Hansı ki burada yenə deyirəm, Çar Rusiyası dövründən Moskva kanalı, indi qabaqda göstərəcəm. O kanal metrəsi bir 10'luq qızla qazılıb, Qaradonun arxıda deyirlər ola bizim rayonda el arasında. Həmin arxı qazıblar, görüblər ki bura əkin üçün yararlı deyil. Elə o vaxtdan da burada heyvandarlıq üçün torpaqlar ayrılıb. 500 ilə yaxındır. Burada cəmaət mal, heyvan saxlayırdı. Dolanırdı. Ölkə iqtisadiyyatına töhfə verirdi. Bugün bu cənabların bəyənmədiyi qoyunun yunundan bahalı kostyumlar geyirlər. Həmin o qoyunlar burada saxlanırdı. Mal, heyvan burada saxlanılırdı. Hamısı ləğv olub çıxıb gedib. Dügü, yenə deyirəm, hər bir kiloqramı 18 manata alınıb, gətirib səpilib bura. Çürüyüb, çünki texnika girə bilməyib. Plus deməli bu İmişli rayonunun pambıqçılarının bu illəri pambığı yandı. Millət pambıq yığa bilmədi. Əksər adamlar şirkətlərə, pambıq zavoduna, məntəqələrə borclu qalıb. Çünki pambıq sahələri su ara bilmədilər. Bu həmin yay uzunluğu su axıdılıb bu dügüyə. Dügünün də vəziyyəti budur da. Mən qabağa getmək istəmirəm. Yəni ən yaxşı yerləri buradır. Bax belə. Güya buradan indi dügü biçib aparıb təhvil veriblər. Yine deyirəm, yerin də şumlayırlar. İndi taxıl əkirlər, yanvar ayında əkilən taxıl necə olacaq? Əkilsə də belə, yenə deyirəm, bax bu sahənin hamısı bu ən dik yeri buradır. Bura su dəyən kimi şoran ağappaq qalxır üzə. Bu belə. Bizim bunlar ölkəmizin iqtisadiyyatını belə düzəldirlər.